Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Mərkəzdə həyət evi axtaran izləyicilərim. Tamına mən sizə deyərəm ki, o qapını bağlayım. Tamına mən sizə deyərəm ki, yəni şəxsi tikilidir demək olar ki. Gələn ustası ilə gəlsin, kəmərini, fundamentini, armaturunu, istifadə olunan materialı hər birini yoxlaya bilər. Değerli izləyicilərim, Allah alanı da satan da xeyir versin. Bax, ara məsafəsi gözlənilib. Aşağısı da monolitdir, yuxarısı da monolitdir. Yəni tola qədər dəyərli izləyicim istifadə edib də bu evdə. Özə paket kupsadır. İpotekaya da yararlıdır. Həyətivə də rahat bir 2 dənə maşın girir. Evimiz də yerləşir Milyonər məhəlləsində. Dəyərli izləyicilərim. Gəl daxil olaq evimizə. Bax. Birinci mərtəbə tam istipolla təsis olunub. Bax, belə gözəl tvistentimiz yığılıb. Evimizin kvadratı 140 kvadrata yaxındır. Bax, burada monolitdir, burada monolitdir. Yəni monolit betondur. Şəbəkə pəncərədən istifadə olunub. Burada mətbəx hissəmiz mövcuddur. Mətbəx mebelinin sahibi deyir ki, yəni evi alan şəxsə özüm hədiyyə olaraq yığdırıb verəcəm. İndi yığdırmamağın səbəbi odur ki, indi biri istəyər qırmızı rəng, biri istəyər yaşıl rəng. Hər bir zövqü var. Yəni alıcının zövqünə uyğun yığdırıb verəcək. Bax, bu bizim asma tavanla mövcud olan birinci mərtəbədə aksesuarlar da qoyulub. Hamamsal bölü hissəmizdir. Pilləkənlər də betonlandır və mərmərlə üzlənib. Qalxırıq bizim ikinci mərtəbəmizdə. Evimiz belə deyək də mini villadır. 4 otaq 140 kvadratdan ibarətdir. Torpağın da evində kupsası var. Yəni paket kupsası. Laminatına qədər, aboylarına qədər baxırsan ki, ucuzlu materiallardan istifadə olunur. Biz içəri girmək olar. Buradan bir dənə belə göstər və otaqların ölçüsünə bax. Üzü nə genişdir. İkinci mərtəbəmizdə də otaqlar xaric, bütün hissələr, hamam, tualet qarışıq, hamısı istipoldur. Evimizin də qiyməti çox gözəl qiymətdir. Bax, bu da bizim. Çölü göstərmək olar. Bu gəlib tapmasınlar. Çünki bu çox maraqlı evdir, qiymət də çox maraqlı. Mərkəzdə Milyonər məhəlləsində 140 kvadrat paket kupsa cəmi cümlətanı 147.000 manat. İndi real altı gələr, oradan da nəsə şirinçilik eləyərik inşallah. Allah alana da, satana da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindəyik.